Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ölənlərin ikisi qardaşdır. Hadisə gecə saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində qeydə alınıb. 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi Lexus markalı minik avtomobili sərt döngədə idarə etməni itirərək yolun kənarından keçən su kanalını aşıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olanlar 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əli qardaş Rəsulzadə hadisə yerində ölüb. Sürücü xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Baş verən qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki, sərnişinlərdən biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda sürücü sərt döngədə idarə etməni itirib və maşın su kanalını aşıb. Qəzada ölənlərdən sürücü və Rusif Həsənli qardaş, İldırım Həsənli əmioğlu və digər 2 sərnişin dostlar olub. Baş verən ağır yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, dekabrın 7-sində saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Vasif Həsənlinin idarə etdiyi Lexus markalı minik avtomobili idarə etmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalını aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb. Faktla bağlı araşdırma davam etdirilir.